Bu günləri Əminlər şirkətinin növbəti aksiyası keçirilir və bu aksiya biraz da fərqli aksiyadır. Bilirsiniz ki, bizim aksiyalar, yəni bu şirkətin aksiyaları yəni müxtəlif sahələri əhatə edir. Bu gün də bizim talasemiya xəstəli uşaqlarımız üçün Respublika səviyyəsində olan talasemiya xəstəli uşaqlar üçün qanvermə aksiyası keçirilir və bu qanvermə aksiyasında bizim rayon mərkəzi xəstəxanamızın daxilindədir və ən əsasən də Əminlər şirkətinin əməkdaşları burada iştirak edirlər, qan verməyə gəliblər. Eləcə də təbii ki, bizim kimlər ki, könüllü, yəni əsasən bizim gənclərimiz, Gənclər İdman İdarəmizin əməkdaşları və s. yəni gəlib öz könüllü qan vermə aksiyasında iştirak edirlər. Biz də həm Əminlər şirkəti adından, həm bizim Veteranlar Birliyinin bir rəhbərliyi olaraq bizim vətənpərvər insanlar adından bütün qan verən, könüllü qan verən belə xəstələr üçün öz yardımını əsirgəməyən insanlara öz dərin minnətdarlığımızı bildiririk. Eləcə də bu aksiyanı təşkil edən Əminlər şirkətinin rəhbərliyinə biz minnətdarlığımızı bildiririk. O cümlədən də bu şəraiti bizə yaradan rayon mərkəzi xəstəxananın rəhbərliyinə təşəkkürümüzü bildiririk. Allah cəmi xəstələrimizə şəfa versin inşallah.